Dəyərli tələbələr, hər bizi salamlayıram. Bugünkü videomuzda F3-ün Inventory Valuation mövzusundan bir sualın təhlilini aparacaq. Gəlin baxaq. İlk öncə onu qeyd edim ki, inventar IS2 standartının tələbinə uyğun olaraq cost və NRV-dən daha aşağı məbləğdə olan da qiymətləndirilir. Yəni biz costunu hesablamalıyıq. Cost deyəndə ilkin dəyər nəzərdə tutulur və NRV-ni hesablamalıyıq. NRV isə xalis satış dəyəridir. Bu ikisini hesabladıqdan sonra hansının value'su, dəyəri daha aşağı olarsa, həmin dəyərdə inventar tanınmalıdır. Gəlin indi bu sualda baxaq. İlk punktda bizdə qeyd olunub ki, 400 kod, hərəsinin 8 kostu var. O deməkdir ki, bizim ümumi kostumuz 80 vurulsun 400'dür. Ümumi kostumuz 32.000'dir. İndi isə biz NRV-ni hesablayıb həmin bu kostunu müqayisə etməliyik. NRV-ni hesablamaq üçün bizə ilk öncə satış dəyəri lazımdır. Sonra isə bu satış dəyərindən satışa əlaqəli bütün xərcləri çıxılmalıdır ki, biz xalis satış dəyərini əldə edək. Gəlin baxaq. Normalda bu inventarın hər biri 150 dollardan satılır. Ona görə bura selling price 150 dollar qeyd edirəm. Amma indi istehsal prosesində defekt yarandığına görə bu artıq 150 dollara deyil, həmin bu 150 dolların 50%-ni satıla bilir. Yəni 150 dolların 50%-ni hesablasaq, bu hər bir 400 ədəd inventar bizdə artıq 30.000 dollara satılacaq. İndi isə satışla əlaqəli xərclərə baxmalıyıq. Satışla əlaqəli xərclər nədən ibarətdir? Selling expenses amounted to 5% of the proceeds. Yəni satışdan əldə olunan pulların, gəlirin 30.000-in 5% bizdə xərclərdir. Həmin bu 5% çıxandan sonra bizim ümumi NRV-miz 28.500 olacaq. 28.500-ü NRV-nin costla müqayisə edərkən görürük ki, daha aşağı olan bizdə NRV dəyəridir. Yəni bizim inventar 32.000 dəyərində yox, 28.500 dəyərində qiymətləndirilməli idi. Gəlin indi ikinci punkta baxaq. B punktunda nə deyir? Yenə 800 ədəd inventarın hərəsinin kostu 20 dollardır. Kostu rahat formada hesablaya bilərik. Burada artıq 800 ədəddir və hər birinin kostu ilkin dəyəri 20 dollardır. Böyləcə bizdə 16.000 dollar. İndi isə eyni qaydada NRV-ni hesablamaq lazımdır. Yəni xalis satış dəyəri. Sualda qeyd olunduğu kimi, həmin bunlar da, bu materiallar da defektlidir. Ona görə də bunları satmaq üçün həm təmir işləri olmalıdır, həm də satış xərcləri çəkiləcək. İlk öncə baxaq ki, bu inventarlar neçəyə satılır? Satış qiyməti 28 dollardır. Say olaraq eynidir, 800 ədəd və ümumi satış dəyəri bu səbəbdən 28 dolları 800-ə vurarıq, 22.400 olar. İndi isə baxaq ki, bu satışın bəs hansı xərcləri var? Xərclər hər biri üçün 5 dollardır. Yəni 5 dolları 800-ə vurarıq və ümumi expenses for the batch. Ümumi 800 dollar. Bizim ümumi satışımız 22.400 dollardır və satışla əlaqəli xərclərimiz 4.800. Bunun nəticəsində bizim NRV-miz 17.600 dollar edəcəkdir. Bu ikisinin müqayisəsində bizdə daha kiçiyi kostdur. Yəni 16.000-dir. Sualda da özlərinin qeyd elədiyi kimi doğrudan da bu inventar bizdə kosta tanınmalıydı. 16.000 olaraq. İndi isə gəlin baxaq ki, hansı düzəlişləri etmək lazımdır ki, həmin bu qeyd olunan punktları düzəldəndən sonra bizim inventar dəyərimiz neçə olacaq? İlk öncə bizim ümumi inventarımızın dəyəri 284.700-dür. Qeyd etmişdik ki, bu 284.700 məbləğin içində yanlış formada tanınmış kost var. Ona görə bu 32.000-i çıxmalıyıq. Çünki bu 32.000 düzgün tanınmır 284.700-ün daxilində. Və bunun əvəzinə düzgün məbləğdə olan NRV-ni toplamalıyıq. Hansı ki 28.500-dür. Bu birinci punktda aid. İkinci punktda isə doğrudan da daha aşağı olan məbləğ kostidir, yəni 16.000. Bu səbəbdən biz bu 284.000-ə heç bir düzəliş etməli deyilik. Ona görə bu 284.000-ə biz müvafiq düzəlişlər edəndən sonra inventarımızın düzəldilmiş məbləği 281.200 və bizim də bu sualımızın cavabı İkinci hissə olur. Bu sualla bağlı bu qədər. Dinlədiyiniz üçün təşəkkür edirəm. Hər hansı bir sualınız olarsa şərtdə qeyd etməyi unutmayın və F3 ilə bağlı əlavə hansı bir suallarınız olarsa İATM-yə müraciət etməyinizi xahiş edirəm. Növbəti suallarımızı takib etmək üçün zəhmət olmasa kanala abunə olarsınız. Çox sağ olun.